Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Bir soyuq dekabr günü yeni evlərinizin qonağıyıq. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Bu gün də studiyamızda bir-birindən maraqlı qonaqlarımız var. İlk öncə Azadə xanım, xoş gəlmisiniz. Yenə də şirniyyatları ilə Azadə xanım gəlib. Söz verib ki, bizi arıqlamağa qoymayacaq. Bu gün nə hazırlayacaqsınız bizə? Maraqlıdır. Bugün apelsinli pirojnalar hazırlayacağıq. Portağallı pirojnalar. Gözəl. Maraqlıdır. Portağallı keklərimiz necə olacaq? Uğurlar sizə. Yorulmayasınız. Çox sağ olun. Mən istəyirəm studiyamızda qonaqlarımızı sizə təqdim edim əziz tamaşaçılar. Aytaç Məmmədli, təlimçi, mentor və sahibkar xanım. Xoş gəlmisiniz Aytaç xanım. Salam Xəyal xanım. Çox təşəkkür edirəm ilk öncə dəvətiniz üçün. Xoş gününüzə gələk. Və mənə ruhən yaxın olan bir xanımı təqdim etmək istəyirəm. Belə deyək, bir gözəl mərkəzin rəhbəri, psixoloq, life coach, business coach, bioenerji uzmanı, NLP və Theta Healing üzrə master. Yəni bu qədər gözəl peşələri bir-birində cəmləşdirən bir xanım olar da. Sabina xanım Dadaşova. Xoş gəlmisiniz əzizim. Təşəkkür edirəm gəldiyinizə görə. Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Gününüz ruzulu, bərəkətli olsun. Sizə də dərin təşəkkürümü bildirirəm ki, bu gözəl, pozitiv enerji ilə biz günümüzü davam edib bu verilişdə. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Daha sonra musiqili qonaqlarımızı təqdim etmək istəyirəm. Azərbaycan Dövlət Televiziyasının solisti, muğam müsabiqəsinin qalibi, belə deyək, Azərbaycan musiqisini səsləndirən mahir ifaçısı Nurlan Namazov. Xoş gəlmisiniz. Təşəkkür edirik gəldiyinizə. Bizi izləyən dəyərli tamaşaçıları salamlayıram. Sizləri salamlayıram. Dəyərli qonaqlarımızı salamlayıram. Ümid edirəm ki, çox qəşəng bir proqram olacaq. Əhval-ruhiyyəmiz yüksək səviyyədə olacaq inşallah və bu enerjini tamaşaçılara ötürəcək. Var olun, dəvətiniz üçün minnətdarım. Və sizin yanınızda əyləşən duet ortağınız gözəl bir xanım. Azərbaycan Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Nəsrin Nur. Siz də xoş gəlmisiniz Nəsrin xanım. Təşəkkür edirəm. İlk öncə dəvətiniz üçün hər kəsə uğurlu bir gün arzulayıram. İnanıram ki, bizim bu proqramımız çox enerjili, pozitiv keçəcək. Başqa cür ola da bilməz. Burada bu qədər gözəl xanımların enerjisi var. Nurlan bəy, sizə uğurlar arzu edirəm veriliş boyu. Təşəkkür Sizdə bir edirəm. enerji partlaması baş verəcək. Var olun, inşallah ki, yaxşı olacaq. Maşallah, hamısı xanımlarımızdır. Var olun hər zaman. Mən də çalışacağam ki, daha yüksək əhval-ruhiyyədən davam edək. Elə bu yerdə də istəyirəm ki, Nurlan bəy və Nəsrin xanım, Xəyal xanım, siz necə fikirləşirsiniz? Gözəl bir pozitiv, yüksək bir şən əhval-ruhiyyəli olan musiqi ilə verilişimizi açaq.
sazçalar, yar oturmuş sazçalar, yar oturmuş sazçalar. O yarın karşı gözüne ciğerimi parçalar. Delalım, 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 delalım. O yarın karşı gözüne ciğerimi parçalar. Delalım, 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 delalım. Təşəkkür edirik, çox sağ olun. Nə gözəl enerji ilə belə başladıq verilişimizə. Sevilən bir türk mahnısı ilə. Bəli. Səslərinizə sağlıq, ürəyinizə sağlıq. Təşəkkür edirik, çox sağ olun. Əgər enerjidən söhbət gedirsə, mən belə düşünürəm ki, musiqi insan həyatında çox böyük bir rol oynayır. Biz belə pozitiv musiqilərə qulaq asanda ruhumuz doğrudan da yüksəlir, enerjimiz bol olur. Qəmli musiqilər biraz insanı kövrəldir, qəmləndirir. Ona görə hər kəsə belə həmişə pozitiv musiqilər dinləməyi mən Tövsiyə edirsiniz. Bəli, tövsiyə edirəm. Çox Çox sağ olun. gözəl. Siz də gözəl səs tembrinə malik bir xanımsınız. Sizdən Təşəkkürlər. Nurlan bəy də gözəl pozitiv mahnıya görə çox sağ olun. Və istəyirəm xanımlarımızla, Aytaç xanımla, Səbinə xanımla biraz özümüzdən danışaq. Qadınlardan, xanımlardan, bugünkü gün xanımların, qadınların cəmiyyətdəki rolundan, onların ayaq üstə dura bilməyindən, bir ailədə onların qayğılarının çox olmağından və o qayğıların öhdəsindən necə gəlməyi yollarından kiçik-kiçik az da olsa danışmaq istəyirəm. Buyurun Səbinə xanım. Və qısacası qadının ailədə və cəmiyyətdəki rolundan. İlk növbədə, yəni əlbəttə ki, hər birimizin həyatda hansısa bir çətin vəziyyətləri olub. Bəli. Yəni bunu heç kim deyə bilməz ki, yox mən hər zaman xoşbəxt olmuşam. Çünki hər birimiz bu həyatda həyat təcrübələri, həyat dərsləri keçirik və oradan dərs götürəndə daha enerjili, daha Səhvlərimiz üzərində Bəli. böyüyürük. böyüyürük. Amma ilk növbədə məni təqdim eləyəndə mən hər zaman bir sözü deyirəm. Titullarımı qoyuram qırağa, deyirəm mən xoşbəxt insanam. Bəli. Xoşbəxtlik nədədir? Yəni qadınlara o tövsiyəm odur ki, birinci özümüzdən başlayaq. Özümüzü sevək və xoşbəxtlik nədədir? Bizim ruhumuz, bizim ürəyimiz o harmoniyada, o sakitlikdə və rahatlıqda olsun. Bu ən böyük bir enerjidir, ən böyük bir titrəşimdir bədəndə və o əlbəttə ki bizi xoşbəxt eləyir. Və biz xoşbəxt olanda nəyi ötürürük ailə üzvlərimizə, bizi əhatə edən insanlara onu da alırıq. Yəni həyatımızda əgər təbəssüm, sevgi, o təmənnasız sevgi, insanı özünə görə sevmək. Mən bunu hər zaman vurğulayıram. Çünki biz insanları özünə görə sevəndə təmənnasız, onu da öz həyatımıza alırıq. Bəli. Və mən də xanımlarımıza birinci növbədə özümüzü sevmək, özümüzlə harmoniyada olmaq və bunu öz yaxınlarımıza ötürməyə tövsiyə edirəm. Bəli. Gözəl. Gözəl. Aytaç xanım, sizin də fikirlərinizi alaq. Səbinə xanım dediklərinə qatılıram və Səbinə xanımdan sonra danışmaq mənə biraz ağırdır, çünki həyat təcrübəsi, bilikləri olduqca zəngindir. Mən özüm də ondan çox yararlanıram. Var olsun Səbinə xanım, eləcə də sizlər var olun. Mən özümüzdən savayı ümumilikdə Azərbaycan qadınlarının, Türk dünyasının qadınlarının cəmiyyətdə və ailədə rolunun əvəzsiz və danılmaz olduğunu vurğulamaq istəyirəm. Çünki bizlər, yəni özümüzü sevmək, okey, əla, hər şey yaxşıdır, amma özümüzdən savayı biz Azərbaycan qadınları, Türk dünyasının qadınları, müsəlman ölkələrinin qadınları daha çox cəfakeşliyi ilə, vəfalılığı ilə, iradəsi ilə, əzmi ilə həm ailədə, həm cəmiyyətdə, həm siyasətdə, yəni əsrlər boyunca bizim həcərlərimiz, daha sonra Mehmandarovlar ailəsini bilirsiniz, siyasətçi xanımları, daha sonra, yəni bunlar sayıb bitirməklə qurtaran deyil. İndi də bizlər onların yolu ilə getməyə təşviq olunmuşuq. Mən zaten özümü elə hiss edirəm. Bilirəm ki, buradakı xanımlar da hərə öz işində peşəkarcasına bunu nümayiş etdirir. Ona görə təşəkkür edirəm
edirəm ki, məhz bu mövzuda bizi dəvət eləmisiniz. Mənə xoşdur. Qadın həmrəyliyindən, qadın gücündən, qadın cəsarətindən, qadın iradəsi və qadın analığından danışmaq. Təşəkkür edirəm bunun üçün sizə. Qadın həmrəyliyi. Bəli, bəli, ən gözəl. Və Jalə xanım, şəkildə. icazə verirsinizsə mən bu sözü, bu frazanı, bu metaforu çox sevirəm. Qadın qadının qurdu yox, qadın qadının yurdu olmalıdır. Yəni bizlər, biz qadınlar bir-birimizə o cürə yanaşsaq, inanın ki, hər şey rahatlıqla öz yerini tapacaq. Sadəcə sözdə yox, əməldə də bunu göstərməliyik. Sözdə hər şey çox gözəl danışılır, Bəli. çox gözəl belə frazalarla, yüksək səslə, amma əmələ gələndə baxırsan ki, elə xanımla xanım bir-birinə rəqabət Bəli. aparır. Bəli. Amma Bəli. həyat təcrübələri bizə nəyi öyrədir? Artıq sözlərə deyil də əməllərə fikir vermək. Məs önəm burdadır. Kimin nə olduğu, kim olduğu, düşüncələri, niyyətinin nə olduğu məhz əməldə özünü göstərir. Artıq hərəkətə heç lüzum yoxdur. Və mən bir sual vermək istəyirəm. Burada dedim coach, təlimçi, mentor. Ümumiyyətlə gündəlik həyatımızda pandemiyadan sonra ən çox eşitdiyimiz sözlərdən, terminlərdən biridir. Həyat koçları çoxalıb. Nəyə lazımdır həyat koçu? Yəni o bizim həyatımıza nə qatır? Niyə biz bir həyat koçuna ehtiyac duyuruq? Niyə hər ailənin həyat koçu olmalıdır? Bu suala cavabı belə deyək, çox genişdir. Bu sualın cavabı çox genişdir, amma mən indi çox vaxt psixoloqlar, koçlar, indi TT Healing üzrə master olduğum üçün bunların fərqini istəyirəm izah edeyim. Niyə psixoloqa getmək lazımdır? Coach nə edir və TT Healer nə edir? Coach psixoloqdan başlayaq. Psixoloqun əlbəttə ki, hər bir şey heç kim inkar edə bilməz ki, insanın əlbəttə ki, psixoloji durumu çox gözəl bir şəkildə olmalıdır və hər şey psixologiyadan başlayır. Və indiki yaşadığımız Və- həyatda bəli. deyə bilmərik ki, hər şey əladır. Bəli. Amma Ehtiyac indi biraz biz belə deyək də inkişaf etdiyimiz üçün psixologiyanın qolları yaranıb və bunlar daha sürətli nəticə verir. Psixoloq, klassik psixoloqlara gedəndə orada sadəcə insanı dinləyirik və yönləm veririk. Yəni insan özü belə deyək, bəzi psixoloqlar məsləhət verir, bəziləri yönləm verir, amma yönləmi insan özü dərk edibsə, onunla nəticə çıxarıbsa, o zaman onun həyatı dəyişir. Nəticə çıxarmırsa, biraz yüngülləşmə baş verir. Coach nə edir? Coach belə deyək, bir idman növündə məşqçi kimi belə bir nümunə gətirim. Gəlirsiniz, deyirsiniz, mən coach soruşur, sən nə etmək istəyirsən? Mən məqsədim budur, bura çatmaq istəyirəm. Coach səni olduğu yerdən götürür, sənin bütün addımlarını yazaraq səni gətirir məqsədvə, çatdırır. O məqsəddə insan dayanır. Amma onun əgər məhdudlaşdırıcı inancları var və yaxud hansısa blokajları var, həmin nəticədən o geriyə qayıda bilər olduğu nöqtəyə. TT Healing nə edir? Yəni NLP-də TT Healer'lar yəni nə edirlər seansda? İnsanın birinci növbədə məhdudlaşdırıcı inancları, blokajları müəyyən edirlər. Sorğunu eşidirlər. İnsan gəlir, deyir, məsələn, xanımdır və yaxud bəydir. Deyirlər, mənim problemim pullandır, mənim problemim münasibətdədir və yaxud mən karyerada irəli gedə bilmirəm. Bu sorğular bir neçə sorğu ola bilər. 3-4 sorğu həyatda hansı ki bizi narahat eləyir. Biz o sorğunun ən önəmlisini, ən vacibini tapırıq o insan üçün. O sorğunu işləməyə başlayanda digər sorğular həmin o seansda həll olunur və biz onun, məsələn, uşaqlıqdamı olub və yaxud nəsildən keçən proqramdır, biz ora qayıdırıq, o həmin proqramı, o ssenariyanı, o blokajları tapıb və onu bitiririk və nəticədə davamlı, gözəl nəticə alırıq. İnsan dəyişir, fikirləri dəyişir və siz bilirsiniz də, yəni şuuraltıda olan bütün blokajlar bizim həyatımıza 90
9% deyərdim ki, təsir edir və bizim həyatımızı idarə edir. Şuurlu informasiyanı alırıq, zaten o şuuraltıya yerləşir və orada öz belə deyək blokajlarını yaradır. Ona görə də xanımlar da, bəylər də mütləq mən hər zaman deyirəm, heç kim deyə bilməz ki, mənim problemim yoxdur. Problem sözü sevmirəm, məsələ. Bizi narahat edən məsələlər çoxdur, amma onların həllini də asanlıqla tapa bilərik əgər biz özümüzün içinə, daxilinə o baxsaq və dərinlikdə görsək ki, bizdə harda o nöqtələr var ki, biz onlardan irəli gedə bilmirik. Bax, orada dayanırıq. Bax, belə. Əlbəttə ki, bizim ruhumuzun 4 səviyyəsi var. Harda ki, məhdudlaşdırıcı inanclar yazılır. Mən düşünürəm ki, bu hamıya maraqlı olar. Genetik səviyyə, tarixi səviyyə, yəni tarixi səviyyə nədir? O bizim karmamızdır. İndi çox insanlar karmadan danışır. Bu karma 24-cü ildə karma ilidir, amma 25-ci il arınma ilidir, təmizlənmə, şəfalanma ilidir və bu ildə karma ilində çox insanların həmin bu proqramları tarixi səviyyədən elə bir üzə çıxır. Karma nədir? Əlbəttə ki, bizim keçmişdə olan, keçmiş həyatımızda olan hansısa keçməmiş dərslərimizdir. Təcrübələrimizdir, hansını ki biz bitirməmişik və bu həyatda onun, bəli, karma gözəl də ola bilər. Məsələn, insan baxır ki, deyir, bu insanın hər şeyi var, pulu var, evi var, məsələn, statusu var, həyatı, uğurlu insandır. O da karmadır, o onun mükafatıdır. Amma elə insan var ki, xəstədir, pulu yoxdur, xəstədir, pis evdə yaşayır, yəni o da karmadır. O da nəyisə görə burada nəyisə ödəyir, hansı bədəlini ödəyir. Və bu tarixi səviyyədir. Bir var təməl səviyyə, təməl səviyyədə bizim uşaqlığımızda yaranan, bizim üçün avtoritet olan insanlardan, nənələrdən, babalardan, analardan, bəli, onlardan yaranan məhdudlaşdırıcı inanclardır, proqramlardır və bizim ruh səviyyəmiz. Bu səviyyə nədir? Bizim həyatda keçmiş təcrübələrdən yaranan inanclarımız. İnsan inancdan ibarətdir. Pozitiv inanc və məhdudlaşdırıcı inanc. Yəni Theta Healing'in birinci çox xoşuma gələn müsbət cəhəti ondadır ki, biz mənfi proqramları müsbətə çeviririk və şuuraltıda onu dəyişib gözəl şəkildə irəliləyirik. Gözəl. Bu arada istəyirəm reklamlara çıxaq. Daha sonra burada baxıram ki, Azadə xanım yenidən bir xariqələr yaradır. Çox xahiş edirəm, reklamdan qayıdandan sonra bunları mən davam elətdirəcəm. Ən azından heç olmasa 2 dənəsini eləyim. Reklamlara baxaq, sonra yenidən birlikdəyik. Xahiş edirəm, bunu mən davam eləyim. Ülvi bəy, çəkirsiniz də mən bilirəm. Biraz bək sıxmaq lazımdır. Ay, nə gözəl, nə gözəl. Xəyxan, dedik ki, pirojnalarımız hazır olsun, daha sonra qonaqlarımıza verək. Bilirəm ki, Nəsrin xanımla Nurlan bəyin çox gözəl musiqisi var indi. Bilirsiniz hansı musiqidir? Mən bayaq bir balaca onun ucundan qulağından eşitdim. Demək olar ki, hər kəsin duyanda qanı coşan bir musiqidir. Mən çox istəyirəm ki, sizi indi səhnəyə dəvət edib və o gözəl musiqini tamaşaçılarımız üçün səsləndirəsiniz. Çox istəyəndə də bəzən balasına, anasına, sevdiyi şəxsə deyir, başına dolanım. Siz də deyirsiniz, dolanım başına. Buyurun, eşidirik sizi. Külək olsam saçlarını daramağa qoyarsan mı? Haraylasam bülbül kimi sən çiynimə qonarsan
başı tək axaydım mən sənin o gün yanağına. Dağ döşündə bulaq olur, öpəydim bal dodağına. Darmanım tutum yanar, göz yaşımı silemezsen. Beni susuz kalsam bile, bil ki beni öpemezsen. Dolanım başına dolanım, dolanım başına dolanım. 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 Dolanım başına dolanım. Gəl ay gözəl üzmə məni, bilirəm ki yoxdur yarım. Qaçıraram inan səni, bil ki bir qız bir oğlanım. Aldanmaram şirin dile, eline laf bal katarsan. Yüreğimi vermem sana, belki beni aldatarsan. Yubatma bu saadeti, sevgiden dönmeliler. Kıyma çekip bu həsrəti, sen bəxtimə yazılmısan. Koydur hele gelsin bize, belki benim kısmetimsen. Eğer gelin köşten size, dolanırım başına ben. Dolanım başına dolanım, dolanım başına dolanım. Dolanım başına dolanım, dolanım başına dolanım. Dolanım başına dolanım, dolanım başına dolanım. Dolanım başına dolanım, ey dolanım başına dolanım. Dolanım başına dolanım, dolanım başına dolanım. Ay möhtəşəm, çox sağ olun, təşəkkür edirik. Siz mahnı oxumadınızsa, canlı bir obraz yaratdınız. Sanki bir klipə baxdıq. Maşallah, nə gözəl ifa. Təşəkkür edirəm. Və hər kəs istəyirəm ki, bir-birinə bu qədər, yəni həm dost, həm ailədə, həm yoldaşda belə bir sevgi ilə yanaşsınlar. Doğrudan da bir-birlərinə desinlər, siz demiş başına dolanım. Onda mehribançılıq çox gözəl olur. Bəli, və pozitiv enerji həmin insanlarda mənə gəlir ki, daha yaxşı, daha güclü olur, yüksək olur. Çox sağ olun, hər ikinizə Və təşəkkür ən edirik. əsası qeyd elədiniz ki, bir klip yaşadıq. Əgər səhnədə ifa ediriksə, hökmən obraz lazımdır. Demək, gülmək, oynamaq və biz bu tərzdə çıxış eləyəndə bizi izləyən tamaşaçılar da ondan zövq alır. Onlara ləzzət eləyir İnanın ki, ki, biz elə burada baxaraq sizə bir ləzzət eləyirdi də, var baxırıq olun, nə təşəkkür gözəl. edirik. Tək ki, hər zaman belə hər birimiz bir-birimizdən bax belə mehriban olaq, bir-birimizin başına dolanaq, yaxşı. Amin, Var olun. amin, amin. Bir dənə icazə istərdim sizdən. Burada bir şey qeyd eləmək istəyirəm. Bugün burada bizim gözəl xanımlarımız iştirak eləyir. Mən buradan qeyd eləmək istərdim ki, Nurlanın anası da bu işlə məşğuldur. Enerji kas dəstəklərdə o məşğuldur və biz Sədaya anamızı buradan salamlayırıq. Biz də salamlayırıq. Doğrudan da o da Adı nədir xanımın? Sədaya anamız. Sədaya xanım, biz də sizi salamlayırıq. İnanın ki, həmişə bizə dəstəkdir. Pozitiv enerjisini bizə ötürür. Maşallah. Həmişə deyir ki, pozitiv olun, yaxşı deyin ki, işinizdə də, həyatınızda da uğur dolu olsun. Baxın, görürsünüz Səbra Danışdıqca xanım. mənə maraqlı gəlir. Mən hər zaman mama bizim üçün deyir və əlindən gələni də eləyir. Bizim üçün Yəni Allah sizlərə də ortadadır. versin. Bir valideynin o cür pozitiv düşüncəli balasına ötürdüyü enerji ortadadır. Ataş xanım, sizlə danışmaq istəyirəm. Bilirəm ki, siz
belə deyək də, güclü xanımlardan birisiniz. Hər işə əl atıb, o işdə nailiyyət, uğur əldə edən xanımlardan birisiniz. Bax, sizinlə danışmaq istəyirəm. Sizin keçdiyiniz bu koç, yaşam koçu dərsləriniz, verdiyiniz təlimlər, bax, bunlar haqqında, biraz özünüz haqqında istəyirəm, siz özünüz rahat danışasınız. Çox təşəkkür edirəm belə təqdimat üçün. Həqiqətən özüm haqqında bu cürə sözlər eşidəndə keçdiyim yolu boşa keçmədiyimin fərqinə varıram və bəzən insan təvazökarlıqdan uzaq olsa da özü-özünə bəzi tərifləri etməyi bacarmalıdır. Mən bunu mütəmadi ayna qarşısında edirəm. Aynanı bu arada çox sevirəm, bütün xanımlar kimi və ayna qarşısında mütəmadi özümə təşəkkür edirəm. Məni tərbiyə edən sizlər mənim ətrafımda olan xanımlarsınız. Buna görə də təşəkkür edirəm yaradana ki, sizi kimi xanımlar. Bəli. Sizi kimi xanımlar mənim ətrafımdadır, yanımdadır. Çünki sizlərdən həqiqətən sözün əsl mənasında hər birinizdən çox şey öyrənirəm. Yaxşı görmək istədikdə qarşımızdakını da yaxşı görürük. Pis görmək istədikdə artıq o etiketə həmin kəsə yapışdırırıq və özümüzdən biixtiyar onu onda görürük. Və sonra biz otururuq deyirik ki, məsəl üçün bu xəbərçidir, bu yalançıdır, bu simicdir, bu səxavətlidir. Özümüz xəbərdar deyilik ki, biz həmin kəslərə o adları özümüz yapışdırmışıq. Bəli. Baxdığın sən gördüyün özüməm. Belə bir deyim var. Çox gözəl kəlamdır bu arada. Mən 35 yaşlı, ailəli, 2 övlad anası, 2 oğul anası Aytac Məmmədli. Gözəl gününüz olsun. Balalarımı sizlər tanıyırsınız. Gözünüzün qabağında böyüyən uşaqlardır. Amin inşallah. Bu arada Sabina xanım da 2 oğul anasıdır. 2 oğul anaları əyləşib burada. Burada da bir oğul, bir qız anası, bir oğul, bir qız anası. Maşallah. Bu yaxınlarda doğum günümü qeyd edəcəm. Siz də zaten qonaq olacaqsınız. Bax, siz özünüz məni qabaqladınız dediniz. Aytac xanımın dekabr ayında ad günüdür. Nə gözəl ki, yeni il ərəfəsində dünyaya gəlib. Allah mamasına can sağlığı versin. Çox təşəkkür edirəm. Nə xoş sizin halınıza ki, o evdəki abu-hava yeni il abu-havasıdır da. İl təzələnir, evdə olan aura, hər şey köhnə ildə qalır, təzə ilə hər şey yeni keçir. Təbrik edirik sizə Aytac xanım. Çox təşəkkür edirəm, minnətdaram sizə. Allahdan sizə can sağlığı arzu edirik. Çox təşəkkür O edirəm. 2 gözəl gül balanızın xeyrini görməyini arzu edirik sizə. Var olun, dostluqdan əksik olmayın. Öpürəm sizi çoxlu. Öncədən biz sizin ad gününüzü qeyd elədik və təbrik elədik. Dekabr ayı və girəndə hətta bu dəvət də ad gününə görədir. Biz Aytac xanımı bura ad gününə görə dəvət eləmişik. Çox təşəkkür edirəm sizə. Dəvətiniz üçün minnətdaram sizə. Varlığınız üçün, dostluğunuz üçün, bacılığınız üçün, böyüklüyünüz üçün, hər şey üçün təşəkkür edirəm sizə. Eləcə də yaradanıma təşəkkür edirəm ki, bu insanların arasında məni var edib. Bu özü də bir qismətdir, bu özü də bir talih yoludur. Bizlər özümüz seçirik. Dostlarımızı, ətrafımızı, qədərimizi özümüz seçirik. Və mən bilirsiniz ki, mütaliəmi çox edirəm və Hacı xanım nənə yanında böyümüşəm. Ona görə biraz dini dəyərlərə çox bağlıyam. Zaten Qurani-Kərim də bizim əsas səmavi kitablarımızdan birində də deyir ki, sənin qədərin çabana bağlıdır, əməyinə bağlıdır. Yəni nə qədər əmək sərf edəcəyik, o qədər də qədərimiz gözəlləşəcək. Çox vaxtınızı almaq istəmirəm. Yəni Xoşdur, sizin onsuz da ki, iş yolunuza, həyat yolunuza veriliş ərəfəsində də baxacağıq. Bu arada mən təbriki tamamlamaq istəyirəm. Yeni yaş və yeni ildə uğurlarımız çox olsun. İnşallah daha gözəl verilişlərdə, daha gözəl proyektlər, layihələrdə və sizin müəllif olduğunuz layihələrdə görüşək. İnşallah. Çox təşəkkür edirəm. Və bu arada istəyirəm ki, görək pirojnalarımızın vəziyyəti nə yerdədir, necədir? Ay maşallah. Yəni Sabina xanım, Aytac xanım, Nəsrin xanım. Bir xanım mətbəxi sevməməyi mənə çatmır. Yəni bir dənə burada gözəlliyə baxın. O demək deyil, biz millət olaraq, xalq olaraq yeməyi daha çox sevirik, nə edirik, amma doğrudan gözəldir də Ülvi bəy. Məncə dadına baxarıq birazdan. Çayları da xanım yaradır da hər zaman da təqdim eləyək çaylarınızla için. Çox doğru, düzgün dediniz, qeyd elədiniz və istəyirəm ki, sizlərdən yenə daha bir gözəl musiqi alaq. Maşallah olsun, musiqiləriniz o qədər insana ruh yüksəkliyi verir ki. Buyurun. Daha gözəl bir mahnı səslənəcək. Hər zaman bax belə cavan qalaq. Hər birimiz tamaşaçılarımız cavan qalsın, cavanlığım səslənəcək. Bu mahnını hər kəs sevir. Ümid edirəm ki, bunu da bəyənəcəksiniz. Bu mahnını mən eşidəndə hər dəfə kövrəlirəm. Yox, mən daha kövrəlmirəm. Kövrəlməyin daşını atmışam. Sadəcə onu deyəcəm ki, bir insanın daxili aləmi, ruhu necədirsə, elə o 60 yaşında da, 70 yaşında da, 80 yaşında da o cavanlıqda olur. Bəli, gəlsin mahnımızı səsləndirək.
Arxaya baxın, sizə görün nə qədər alqış eləyirik. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Doğrudan da mahnılar bayaq da dedizə, insanın içində olan o auranı, o hissiyatı, o pozitivliyi daha da ruhlandırır, daha da aktivləşdirir. Mahnılara görə çox sağ olun deyirəm hər ikinizə. Əlçanlarınız var olsun. Siz Çox sağ olun. Dəvətiniz üçün bir daha minnətdarıq. Yəqin ki, sizə gözəl enerji ötürə bildik. çox möhtəşəm. Allah mamaya da can sağlığı Var olun, versin. Onun təşəkkür sizə edirəm, çox sağ ötürdüyü olun. o enerjini sizlər də bizə ötürdünüz. Anamın timsalında bütün analarımızın əllərindən öpürəm. Bəli. Allah bütün valideynləri qorusun inşallah. Var olun, Amin, çox minnətdaram hər şey üçün. İnşallah, təşəkkür edirəm. Çox Seçdiyiniz sağ olun. bütün nəğmələr gözəl idi. Bəli. Və sonuncu bu cavanlıq mahnısı da bizi bizdən götürdü. Keçmiş illərə qaytardı. Bəli, Bəli. bəli, bəli. Hər kəsin içində bir Nostalji hisslərə. bəli, bir uşaqlıq var. Bu mahnılarla biz böyümüşük və bu mahnıları yaşatmaq lazımdır. Yəni düzdür, başqa mahnılarımız da var, amma biz əslində məsləhətləşib ifa edirik bir çox mahnıları. Başqa tərzdə mahnılarımız da var. Onlar yəni Yəni nəyi pisdir ki, aranjmanda gözəl bir başqa cür səslənmədə. Əlbəttə, yəni bu mahnıları hökmən bax belə gözəl verilişlərdə səsləndirmək lazımdır. Qoy hepsi mahnılarda başqa yerdə səslənsin. Gözəl. Daha yaxşılarını daha yaxşı yerdə ifa etmək lazımdır. Bəli, gözəl. Təşəkkür edirik, çox sağ olun. Bu arada istəyirəm yenidən Paxlava Butika təşəkkürümüzü bildirək. Biz hər verilişdə sizin adınızı qeyd etməyə özümüzə artıq borc bilirik Ceyhun bəy. Çünki bu cür gözəl şirniyyatlarla Türk mətbəxinin şirniyyatlarının hər növü var Paxlava Butikdə. Daha sonra dietik məhsulları da var, hansı ki, diyeta saxlayan xanımlar və yaxud bəylər müraciət edib ala bilərlər, könül rahatçılığı ilə yeyə bilərlər. Təşəkkür edirik Paxlava Butik. Mən əlavə etmək istəyirəm. Azərbaycanda çay mədəniyyəti çox yüksəkdir. Bəli. Çayı çox ölkələr içir, çox xalqlar içir. Ancaq bizdəki çay süfrəsi, xüsusi özənlə hazırlanmış çay süfrəsi elə bilirəm ki, heç bir millətdə yoxdur. Bu yəqin ki, bizim qonaqpərvərliyimizdən irəli gəlir. Bir süfrəni açarkən hər şey olsun süfrədə, hər cür təam olsun. Eyni zamanda damaq dadımıza. Biz səfərlərdə oluruq. Mən qeyd eləmək istəyirəm, hər zaman muğamımızı başqa ölkələrdə təmsil edən zaman vallahi nə qədər çay versələr də, yemək versələr də, su versələr də bizimkilərə çatmaz. Bizim bax bu gözəl çayımızın, bizim təamlarımızın, bizim şirniyyatımızın yerini dünyada heç bir şey verə bilməz. Mümkün deyil. 3 gün qalırıq, 4-cü gün hamı deyir ki, ayda öz çayımızdan olsa içərdik. Əziz tamaşaçılarımız, təşəkkür edirəm sizə. Bizə bu 1 saatı ayırıb baxdığınıza görə. Öz növbəmdə Azadə xanım yenidən sizə təşəkkür edirəm gəldiyinizə görə, bu gözəl şirniyyatlara görə. Səbinə xanım, Aytaç xanım, Nəsrin xanım, Nurlan bəy, hər birinizə tək-tək təşəkkür edirəm və ümidvaram ki, verilişimizi bəyəndiniz, sizə də xoş oldu. Çox sağ olun, bir daha təşəkkür edirəm sizə hər birinizə. Gələn ayaqlarınız var olsun. İnşallah gələn verilişlərdə mütləq yenidə təkrar qonağımız olacaqsınız. Və bizimlə əlaqə saxlamaq istəsəniz, mütləq şəkildə əlaqə nömrələrimiz aşağıda var. Bizim YouTube səhifəmizdən bizi izləyin. Hər verilişdən 1 saat sonra YouTube-da yerləşdirilir. Baxa bilərsiniz, baxış sayımızı çoxalda bilərsiniz. Instagram səhifəmizi izləyin. Mənim, Xəyal xanımın və verilişimizin Instagram səhifəsindən girib fikirlərinizi direktdə bizə yaza bilərsiniz. Nömrələrimizdə əlaqə saxlaya bilərsiniz. Sizə maraqlı olan, hansı mövzular maraqlıdır, hansı qonaqları burada görmək istəyirsinizsə, dedikodudan, belə deyək də, o boş-boş danışıqlardan uzaq, sakit bir verilişə baxıb dincəlmək istəyirsinizsə, nəsə öyrənmək istəyirsinizsə və mütləq şəkildə kimlər ki bizim verilişimizdə özünü görmək istəyir, bu kürsülərdə əyləşmək istəyirsə, istər sponsor tərəfdən olsun, istər reklam tərəfdən olsun, bizimlə mütləq şəkildə əlaqə saxlaya bilərsiniz. Və istərdim ki, hər bir qonağımıza bircə dəqiqəlik də olsa söz verək, bizə çox maraqlıdır. Sizin fikirləriniz. Əvvəla sizə təşəkkür edirəm bu gözəl məkana görə. Əlbəttə ki, enerji çox mənim üçün şəxsən vacibdir və mən verilişə gedəndə mütləq aparıcının enerjisini bəyənirəmsə, o zaman gedirəm. Əgər mən buradayamsa, deməli sizin enerjiniz yaxşı yox, möhtəşəmdir. Və mən sizə təşəkkür edirəm ki, siz bax belə maarifləndirici veriliş açmısınız, yaratmısınız və insanları bu qədər genişləndirirsiniz.
bu doğrudan da bu enerji, mən bu enerjini genişlənmə enerjisini adlandırardım və əhsən sizə. Nə deyim? Superdir, super. Təşəkkür edirik. Çox sağ olun Səbinə xanım. Mən də təşəkkür edirəm öz növbəmdə. İlk öncə ona görə təşəkkür edirəm ki, dəvət etmisiniz. Bunun üçün xüsusi minnətdaram. İkinci isə ona görə təşəkkür edirəm ki, xidmət yolunda, maariflənmə yolunda öz fəaliyyətinizi gözəl şəkildə davam etdirirsiniz. Hər ikinizi sevirəm. Hər zaman uca mərtəbələrdə görməyi arzulayıram sizləri. Təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Mən də öz növbəmdə təşəkkürümü bildirirəm. Doğrudan da çox xoş oldu bu gün burada iştirak etmək, sizlərlə birlikdə olmaq, belə gözəl xanımların ətrafında olmaq. Doğrudan da hər biriniz çox gözəlsiniz. Həmişə də həyatımız belə gözəl olsun, çiçəkli olsun, rəngarəng olsun və bu bizi izləyən bütün xanımlara da buradan bu sözlər həm bizə, həm sizə aiddir. Təşəkkürlər. Çox sağ olun Nəsin xanım. Var olun. Mən də minnətdaram sizinlə birlikdə olmağa. Çox gözəl proqram Necə oldu. oldu? İlk öncə Çox sizə sual super. vermişdim ki, hazırlaşın. Veriliş boyu bu qədər xanımın enerjisi. Maşallah, Allah hər birinizi var eləsin. Mən Təşəkkür edirəm. arzu edirəm ki, heç bir ev xanımsız olmasın. Amin. Xanımlar evimizin bəzəyidir. Var olun, çox minnətdaram və mən bir təşəkkür etmək istəyirəm Sənan qardaşımıza ki, bax bu gün bu proqrama bizi dəvət etdi. Sizinlə birlikdə gözəl bir proqram oldu. Var olun, sizlər var olun. Hər zaman bax belə gözəl proqramlar olsun. Təşəkkür edirəm, var olun. Təşəkkür edirik. Siz sağ olun. Əziz tamaşaçılar, verilişimiz burada sonlanır. Sağ olun deyirəm. Gələn həftə mütləq görüşmək ümidi ilə bu yeni il ərəfəsində sizə daha da maraqlı verilişlərlə gəlmək ümidi ilə sizdən ayrılırıq. Bizi izləyin hər şənbə bazar saat 3 tamamda ekran başında olun. Biz sizin üçün yenidən gələcəyik və çox maraqlı qonaqlarla, çox maraqlı mövzularla sizinləyik. Hələlik. Hələlik. Hər verilişdə məni belə gözəl, zövqlü geyindirən məhz Nila Butikdir. Xanımlar, əgər siz də gözəl və zövqlü görünmək istəyirsinizsə, Nila Butikə müraciət edin. Təşəkkürlər Nila Butik.